Herkese salam. Bugün yeni vlog çəkirəm və bugünkü səhərimiz qeyri-adi dərəcədə tez və həyecanlı başladı. Qardaşımın son zənginə gəlmişik. Heç inanmağım gəlmir ki, o artıq bu qədər böyüyüb. Buradakı ab-hava isə sözlə ifadə edilməzdir. Sadəcə baxın necə gözəl bir rəqs hazırlayıblar. Sizcə necə rəqs eləyiblər? Məncə çox qəşəng rəqs etdilər. Adamın lap keçmiş günləri yadına düşür. Bu arada şəhərlərdə yazın bu il sizdə məzun olan var. İndicə mağazindən gəldim. Baxın nə qədər şey aldım. 30 dənə yumurta aldım. Sonra bu və bu kəsmiydi. Bu isə xama. Cheesecake üçün almışam. Sabah bişirəcəm. Bu qabartma tozu, vanil, yağ. Sonra bu Herkules'ti. 20 dəqiqə olanı tapmadım. Ona görə 10 dəqiqə olanı aldım. Sonra 2 dənə sabun, diş pastası, salfetka həmişə kimi. Sonra un, 6 ədəd göyərti, kartoşka, pomidor və soğan. İşte bu qədər. 60 manat 37 qəpik çıxdı. Bu boyda çək. Çoxdandır evdə şirniyyat hazırlamırdım. Ona görə dedim ki, bugün eləmək lazımdır və götürdüm keksiklər elədim. Çox dadlı alınmışdı. Keksiklər üçün bir dənə yumurta, 70 qram şəkər tozu əlavə edirik və yaxşıca qarışdırırıq. Üzərinə 80 ml ilıq süd əlavə edirik və 70 ml duru yağı. Axırda isə 150 qram un, vanilin, qabartma tozu və azca duz. Bunun içine hər bir şey əlavə eləmək olar. Kişmiş, qoz. Mən isə qırmızı qaraqat istifadə elədim. Amma siz başqa gili meyvə də əlavə eləyə bilərsiniz. Keksiklərimiz hazırdır. Mən qablara çox döktüm deyə aşdı biraz. Amma siz az-az qoyun. Qəşəng formada qalsınlar. Dadına baxdım. Elə bir uşaqlıqda yediyimiz o mağaza keksləridir. Məncə evdə hazırlamağınıza dəyər. Vəssalam. İndi nəhayət oturub dincələcəm. Nəyəsə baxacağım. Amma otağa girəm və anlayıram ki, mənə dincəlmək yox. Ətrafda elə bir xaos var idi ki, mən bu dağınlığı yığışdırmamış sadəcə oturub və çay içə bilməzdim. Təbii ki, ən vacib şeydən başlayıram. Çarpayımı yığışdırıram. Əvvəlcə özümkini, sonra bacımkini. Və mən bunu edərkən beynimə ancaq bir fikir gəldi. Niyə görə paltar yığışdırmaq heç vaxt, yəni ümumiyyətlə heç vaxt bitmir. Mənə elə gəlir ki, bu hər bir qızın əbədi dərdidir. Bu geyimləri nə qədər qatlayırsan qatla, nə qədər şkafa səliqəli düzürsən düz. Bircə dəfə harasa gedib gələn kimi səhəri gün otaqda yenə paltar dağı yaranır. Elə bir gecə bunların ayağı çıxır, şkafdan özləri qaçıb stulun ya çarpayın üstündə məclis qururlar. Şəhərlərdə yazın görə sizdə də belədir. Özümü tək hiss etməyim. İndi isə keçdim yuyulmuş paltarlarını qatdalamağa. Mənə deyin görək, sizin ütü eləməklə aranız necədir? Şəxsən mənim ütüləməklə aram yoxdur. Ancaq çöl geyimlərini ütüləyə bilərəm. Hansı donlar, köynəklər, klasik şalvarlar, hansı ki həqiqətən əzilir. Amma ev paltarlarını, idman köynəklərini və ya corabları. Axı corabı ütüləmək nəyə lazımdır? Mənə elə gəlir ki, bu insanların ya boş vaxtı həddindən artıq çoxdur, ya da dəmir kimi əsəbləri var. Mən isə paralel olaraq təzə serial tapmışam, ona baxıram və işlərimi görürəm. Sonra isə toz soranı çıxardıram. Burada isə tam ayrı bir hekayə var. Bildiyiniz kimi mənim 2 pişiyim var və pişiyi saxlayan hər kəs indi məni sözsüz başa düşəcək. Onların tüklərinə görə mən az qala hər 2 gündən bir otağı süpürüb silməliyəm. Evdən çıxan hər kəsə neçə dəfə tapşırıram ki, xahiş edirəm. Ev şəbitlərini yığışdırın, ayaqqabılarını yerinə qoyun. Amma məni əlbəttə
Heç kim eşitmir. Ona görə də davam edirəm bu ayaqqabıları yığışdırmağa. Demək olar ki, dəhlizin yeri ən tez çirklənən yerdir. Çünki hamı çöldən gəlir burada, ayaqqabılarını geyinir, soyunur. Ona görə də bura çox çirkin olur. Dedim, bura kimi gəlmişəm. Bu otağının da yataq dəstlərini də dəyişim və yaxşıca toz soranlayım buranı. Biz ailədə ev işləri bölüşdürürük. Çox vaxtı hamının yataq dəstini dəyişməyə, geyimləri yığışdırıb yerlərinə qoymağa sırf mən eləyirəm. Anam belə xırda-xuruş ev işləri ilə məşğul olmağı çox da sevmir. Mama çox vaxt toz soranlayır və yerləri silir. Mətbəxdə də əsasən mama yemək pişirir. Mən hərdən gəlib nəsə pişirə bilərəm. Mama evdə olmayanda ya da şirin bir şey, şirinyat həmişə mən pişirirəm. Mətbəx işləri ümumiyyətlə anamın mövzusudur. Bişirib düşürməyi dəhşət çox sevir. Təsəvvür edin, işdən yorğun gəlsə belə ona desən ki, filan şeyi bişir, dərhal ürəklə mətbəxə keçəcək. Anam danışır ki, hələ uşaqlıqdan həmişə öz anasını, yəni mənim nənəmin necə yemək pişirdiyini baxırmış. Həmişə ona çox maraq var idi. Bu kulinari sevgisi də elə orada qalıb. Məsələn, indi ona desən ki, sabah bayramdır, nəsə hazırlamaq lazımdır, dərhal həvəsə gələcək. Mütləq fərqli, maraqlı yeməklər fikirləşəcək. Hər şey çox dadlı bişirəcək və ən əsası süfrəni çox gözəl bəzəyəcək. Qısası, yemək məsələsində bizdə anam əsl profidir. Рыжик хочет, чтобы я его погладила? Да. Нет, так его нельзя делать. Надо так делать. Так надо делать? Не-не-не, а вот так надо. Так надо делать? Да. Ох ты какой рыжик сладкий. Рыжик очень сладкий, любимый. Да, а ты сладкий? Да, конечно, он любимый рыжик. Он любимый рыжик? Да. Gördüyünüz kimi gəlmişəm xalamgilə. Rayondan sonra heç cürə vaxt tapa bilmirdim ki, bura gəlim. Emilçik üçün də çox darıxmışdım. Xalam da mənim kimi evi yığışdırırdı, dedim. Köməklim biraz xalama da. Evdə də yığışdırdım, gəldim xalamgildə də yığışdırdım. Yəqin indi məndən soruşacaqsınız ki, az qala bütün günü təmizlik etmisən, yorulmadın. Doğrudan desəm, mən bunu həqiqətən çox sevirəm. Təmizlik etmək üçün mənim bir növ meditasiyadır. Mən əşyalarını yerinə qoyanda, harasa əl gəzdirəndə, sanki beynimdəki fikirlər də öz-özünə səliqəyə düşür. Çox rahatlayıram. Əslində, mən xalamgilə gələndə planımda qətiyyən təmizlik etmək yox idi. Sadəcə oturub danışmağa, söhbət eləməyə qonaq kimi gəlmişdim. Gördüm, o da elə indicə yığışdırmağı başlayır. Mən də düşündüm ki, niyə də yox. Həm paralel olaraq söhbətləşərik, çay içərik, həm də buraları bir yerdə təmizləyərik. Hə, indi keçdik Emilçikin oyuncaqlarına. Artıq görə bilərsiniz ki, maşınlar onun ən böyük sevgisidir. Burada bütöv 2 dənə böyük qutusu var. Böyüklü, kiçikli, rəngbərəng, hər zövqə uyğun. Qısası bütöv bir avtokolleksiyadır. Və uşaq bunlardan həqiqətən başı çıxır. İndi bacımın saçına kraska qoyacağıq. Çoxdan da kraska qoymurdu. Bu dəfə çağırdı məni, dedi ki, sən qoy, həmişə mən qoyuram. Ona görə bu dəfə də mən qoydum. Marfoz istifadə edir, bilmirəm hansı nömrədir. 771. İndi qarışdıracağıq. Какая разница?
İndi isə suyunu əlavə edirik. 6%-dir. Məncə bu bəs olar. Saçlarını 4 bərabər hissə ayırıram. Bunu koloristlərdə görmüşəm. Onlar rəngləmədən qabaq həmişə belə edirlər. Mən də yoxlamaq istədim və sizə deyim ki, doğrudan da belə işləmək 100 dəfə daha rahatdır. Axırıncı dəfə mən bunun saçlarını ya dekabrda ya yanvarda rəngləmişdim. Baxın nə qədər uzanıb. Artıq neçə ildir ki, saçlarını tam fərqli rənglərə boyar. Bundan əvvəl alovlu qırmızı olub. Sonra narıncı sarışın olub və gördüyünüz kimi saçlar hələ də yerindədir. Heç tökülməyə fikirləri də yoxdur. Amma bu dəfə qərara gəldi ki, narıncı rəngdən qurtardıq və daha sakit qəhvəyi bir çalan rəng istədi. Amma qızlar, gəlin sizə indidən bir spoiler verim. Sonda bu rəng heç kimin xoşuna gəlmədi. Nə özünün, nə də anasının. Çox qəribə, açıq qəhvəyi rəng alındı. Qısası eksperimentimiz uğursuz oldu və bu ona qətiyyən yaraşmadı. Ona görə də yaxın günlərdə mən yenə gedəcəm və saçlarını təzədən başqa rəngə boyayacağam. Və ilk olaraq gördüyünüz kimi mən saçını boyanda əvvəl diblərdən başlayıram və oradan təxminən 2-3 cm uzunluğunu əvvəl boyayıram. Sonra saçlarının diblərini qutarandan sonra keçirəm bütün uzunluğunu boyamağa. Biz qutardıq. İndi 1 saat gözləmək lazımdır ki, rəng tutulsun. Hə qızlar, saçı yuduq, qurutduq və belə bir nəticəmiz alındı. Nə deyə bilərəm? Nə çox yaxşıdır, nə də çox pisdir. Əlbəttə belə gəzmək olar, amma bayaq sizə spoiler verdiyim kimi bu rəng bacımın ürəyincə olmadı. Günün axırında gördük ki, evdə çox oturub qalmışıq. Ona görə də qərara gəldik ki, çölə çıxaq, biraz gəzib hava alaq. Bu videoluq bu qədər. İzlədiyiniz üçün hər birinizi çox sağ ol deyirəm. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Tezliklə yenidən görüşərik. Hələlik.